Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə iftar süfrəsinə necə hazırlaşdıq onu çəkmişəm. Bu il orucu ancaq qaynanam tutur. Amma buna baxmayaraq mən hər iftar süfrəsini axşam hazır eləyirəm. Hamımız birlikdə otururuq iftar süfrəsinə. Mən oruç tuta bilmirəm. Çünki çox çətin olur mənə. Uşaqlar balaca olanda bir dəfə tutdum, 15 gün tuta bildim. Sonra bir il keçdi, oruc vaxtı yenə tutdum, onda 3 gün tuta bildim. Çox pis oldum. Ondan sonra dedim ki, uşaqlar böyüsünlər, inşallah tutaram. Çünki gördüm ki, heç tuta bilmirəm, məndə alınmır uşaqla. Oruc tutanda gərək nəsə biraz yorğun olur adam, halsız olur, uzanasan, dincələsən. Mən də bunu eləyə bilmirəm deyə ona görə məndə alınmır. Dedim qızlar inşallah böyüsünlər, mənə kömək eləsinlər ev işlərində, yeməkdə. Onda inşallah mən də tutaram. Yorulanda, halsız olanda mən də uzanıb biraz dincələrəm. Elə bilirəm tutmaq olar. Düzdür, elə insanlar var ki, işləyə də tuturlar, işdə olurlar, gedirlər, gəlirlər, iş görürlər, amma mən eləyə bilmirəm. Məndə alınmır. Özümü çox pis hiss edirəm, narahat hiss edirəm. Dərman da içmək olmaz oruc olanda. Ona görə başım çox bərk ağrıyır. Ona görə dedim, heç nə olmaz. İnşallah uşaqlar biraz böyüsünlər, qızlar. Onda mən də oruç tutaram. Çox sevirəm oruç tutmağı, çox. Evdə xoşlayıram, kimsə oruç tutsun, iftar süfrəsi hazırlayaq. Özüm tutanda da lap çox sevirəm. Qabaqlar tuturdum, dediyim kimi. Sonradan gördüm ki, uşaqlarla alınmır, çətindir. Uşağı rahlaya da bilmirdim. Nəsə istəyirdi, məcburam durum. Başım da ağrıyırdı, halsız olurdum. Məcbur eləyirdim. Ona görə dedim, heç nə olmaz. Mən də qızlar yekələndən sonra mən də oruç tutaram hamı kimi inşallah. Allah bütün tutulan orucları qəbul eləsin. Bugünkü iftar süfrəsinə də kartuşka qızartdım ayrıca, bir də əti, toyuğun ətini ayrıca qızartdım. Toyuğun ətini elə də çox qızartmıram, biraz yağda artıq görürəm ki, suyu çəkilibdir, yağa düşür, biraz da o yağda qızaran kimi olur, amma tam qızartmıram, elə sevmirlər, elə eləyirəm. Kartuşkanı da ayrıca qızardıram, sonra ikisini birlikdə buluda qoyuram, biraz da toyuğun ətinin yağından kartuşkanın üstünə tökürəm ki, daha dadlı olsun. Ət də seçmişdim toyuğun ətini ki, bizdə hansılar sevilir, onları qoymuşdum. Toyuğu doğrayandan sonra bütün hamısı ətini qoymuram, seçirəm. Hansı yeyilirsə onu qoyuram. Hamısını qoyanda görürəm ki, hamısı yeyilmir, ət qalır. Ət də çox qalanda məcbur soducuya qoyuruq, onda da quruyur, yaxşı olmur. Bu da bizim iftar süfrəmiz. Allah hamının süfrəsini bol ruzi bərəkətli eləsin. Bütün tutulan oruclar qəbul olsun inşallah. Gələn videolarda görüşənədək sağ olun.